Salam uşaqlar, demək 81-ci sual adjektivdən başlayırıq. Demək bizə nə deyir? Nöqtələrdən sonra isim var. İsim isə təkdə olanda, sayıla bilən isim olanda qarşısında mütləq şəkildə artikl olmalı idi. Ona görə C, Y və B variantlarını silərək A və D variantı arasında qalırıq və D variantında sifətin üstünlük dərəcəsi E artiklından yox, Z ilə işlənməlidir deyə düzgün cavabımız A variantı qalır. 82-ci sualda choose a correct pair of adjectives, sifətlər olan cərgəni istəyir bizdən. Sifət olan cərgəni seçiriksə mütləq necə hansı suallarına cavab verən sifətləri götürməliyik. Y variantına ilə baxan kimi onu götürürəm. Çünki A variantında love sevgidir. C variantında iti isimcəldən şəkilçidir. B variantında ans isimcəldən şəkilçidir. D variantında icısı, o da isimcəldən şəkilçidir. İsimcəldən şəkilçilərdə əzbər bildikdə çıxmaq olur variantları. 83-cü sualda yenə mənə sifət olan cərgəni istəyir. Mən də baxıram ki, rapidly ly varsa o zərfdir, sifət deyil. Hardship, ship isimcəldən şəkilçisidir deyə, ona görə B variantı çıxır. Sonra safety, təhlükəsizlik deməkdir. Yəni safe olsaydı sifət kimi götürə bilərdim, amma safety təhlükəsizlik deməkdir. Reply cavab vermək deməkdir. Yəni o feildir deyə düzgün cavabımız Y variantı qalır. 84-cü sualda eyni bizdə iti varsa isimcəldən şəkilçidir. Məsələn, lı varsa zərfdir. Queen kraliça deməkdir. Bundan başqa Wales var dövlət deməkdir. Sayıla bilməyən isimlərin içərisinə keçmişik və biz bilirik ki, health sağlamlıq, Wales var dövlət. Bunlar sayıla bilməyən isimlər deyə düzgün cavabımız Bakı variantı qalır. 85-ci sual ən asan sualda əzəzin ortasında A dərəcə olmalıdır deyə A variantı. 86-cı sualda some lectures, ümumiyyətlə some əvəziyi özündən sonra article istəyə bilmir deyə, ona görə C, B və Y variantları çıxır. Muchdan sonra isə müqayisə dərəcəsi gəlməli idi. Much more interesting olmalı idi deyə düzgün cavabımız D variantı qalır. 87-ci sualda bizim burada gizli sözümüz advice-dir. Demək, bütün fokusumuzu advice-a verməliyik. Advice sayıla bilməyən isim olduğuna görə qarşısına qətiyyən E artiklı işlənə bilməz. Muchdan sonra isə ümumiyyətlə yazı saxlayın. Maç vizual olaraq adam aladır. Biraz mora oxşuyurdu ya, amma bilin ki, maç müqayisə dərəcəsinin əsas göstəricilərindən biridir və maç varsa mütləq ondan sonra müqayisə dərəcəsi işlənməlidir. Y variantında A dərəcə işlənib deyə düzgün cavabımız D variantı qalır. 88-ci sualda veridən sonra düşünmədən A dərəcəni götürməlisiniz. 89-cu sualda one var. One isə biri deməkdir. İsimləşib. Yəni bizə deyir ki, Sakit Okean dünyada ən böyüklərdən biridir. Biridir deyirsə, demək bu artıq say deyil ki, bu isimləşmiş saydı. İsimləşdiyinə görə ismin xüsusiyyətlərini özünə daşıyır və özünün üçün artikl istəyəcək bizdən. Artikl olan variant da bizdə D-dədir və Y-dədir. Bizə bilirik ki, most olan yerdə S ola bilməz deyə düzgün cavabımız Y variantı qalır. 90-cı sualda one of var. One of varsa cümlə sifətin üstünlük dərəcəsində olmalıdır və Z-ni də özü veribsə, elə bir dənə saddest versək A variantındakı kimi bitir. 91-ci sualda deyir ki, bu meymun ayı kimi böyükdür. As a bear verə bilərəm. Çünki biggest'in qarşısında Z olmalıydı. Bundan başqa more'dan R bir yerdə gəlməz. As'in bir qollarında mütləq o birisi qolda olmalıdır. Most'dan da S bir yerdə işlənə bilməz. 92-ci sualda yenə day var. Day isimdir. Sayıla bilən isimdir. Qarşısında mütləq artikl olmalıdır. Artikl olan variant isə yalnız A variantındadır. 93-cü sualda yenə mən isimdir, təkdədir və görürsünüz özü Z artiklını veribsə, demək sizdən artıq düşünməyinizə belə ehtiyac yoxdur. Sifətin üstünlük dərəcəsini istəyir. Çünki Z artiklı verib baxaq. 94-cü sual yenə eyni tipdir. Amma gəlin variantları çıxdaş eləyərək tapaq. Ümumiyyətlə easy asecalı söz kimi sayılır. Asecalı söz isə o mostla mordan düzələ bilməz. Ona görə moru çıxıram, mostu çıxıram və Y variantı. Bu da asandır. Əzəzin ortasında A dərəcə gəlməlidir deyə B variantı. 96-cı sualda person təkdədir. Sayıla bilən isimdə qarşısında mütləq şəkildə artikl işlənməlidir. Artikl olan variantımız isə Y variantıdır. 97-ci sualda cümlədə açar sözümüz zən var. Zən varsa müqayisə dərəcəsini istəyir məndən. Düşünmədən D variantını götürəcəm. Bəs deyərsiniz A variantı niyə ola bilməz? Çünki maçdan sonra özü müqayisə gəlməli idi. 98-ci sualda yenə zən var. Zən varsa müqayisə dərəcəsində D variantını götürəcəm. 99-cu sualda isə əzəzin ortasında, yüzdə də ilə əzəzin ortasında A dərəcə gəlməlidir. Yəni 99-da B, yüzdə isə C variantı olacaq. Sırf bu qaydaya görə. 101-ci sualda isə zən var. Zən varsa müqayisə dərəcəsini verməliyim. Müqayisə dərəcəsi olan variant isə C variantıdır. 102-ci sualda yenə zən var. B variantı. 103-cü sualda isə of all var. Of all
Sifətin üstünlük dərəcəsini bildirir. Sifətin üstünlük dərəcəsi isə Y variantı olacaq. Most dynamic ona görə götürə bilmirəm ki, mostun qarşısında Z artiklı yoxdur. 104-cü sualda veridən sonra adi dərəcə gəlməlidir. Bu da sadə idi. 105-də artıq biraz düşünməlisiniz. Nəyi düşünməlisiniz? Çünki heç bir var imiş əslində göstəricimiz. Have ever. Have ever varsa sifət üstünlük dərəcəsində olmalıdır. Üstünlük dərəcəsində olan variant isə bizdə A variantıdır. 106-cı sualda yenə have ever var, həm də had var. Had isimdir, qarşısında mütləq şəkildə artikl olmalıdır. Həm də have ever varsa üstünlük dərəcəsində olmalıdır. 107-də awful var. Awful varsa sifət üstünlük dərəcəsində olmalıdır. Ona görə B variantı doğrudur. 108-ci sualda girl, qız deməkdir. Qız təkdədir, sayıla bilən isimdir. Qarşısında mütləq şəkildə artikl olmalıdır. Amma mostdan S bir yerdə gələ bilməz deyə C variantı doğrudur. 109-da yenə girl, qız var. Qız sözü təkdədir, sayıla bilən isimdir. Qarşısına artikl olmalıdır. Və mostla S bir yerdə işlənə bilməz deyə A variantı doğru cavabdır. 110-cu sualda zən var. Zən varsa müqayisə dərəcəsi olur, düşünmürəm belə. 111-də mən, isim, kişi sözü təkdədir, sayıla bilən isimdə qarşısında mütləq şəkildə artikl olmalıdır. 112-də awful var. Awful varsa sifət üstünlük dərəcəsində olmalıdır. Y variantı doğru cavabdır. Mostla S bir yerdə işlənə bilməz. Maçdan sonra müqayisə gəlməlidir. Yəni sırf variantları da çıxmaq olur. 113-də girl, qız deməkdir. Qız sayıla bilən təkdə olan isim olduğuna görə qarşısında mütləq şəkildə artikl olmalıdır. 114-cü sualda time var. Time vaxt deməkdir uşaqlar. Sayıla bilməyən isimdir. O few ilə qətiyyən işlənə bilməz və cümlədə zən varsa o müqayisə dərəcəsinə keçməlidir. Little isə adi dərəcədədir. A, B, C arasında qalıram variantları. Mostun qarşısında mütləq Z də olmalı idi. Buna görə bu da çıxır. B ilə C arasında qalıram. Deyir ki, mən az vaxt xərcləyirəm səndən problemə görə. Çünki mənim I solved wasn't as difficult as yours. Mənim problem səninki kimi çətin deyil. Çünki tərcümə eləyib tapırıq. Çünki orada more difficult və more uyğun gəlmir. Veridən sonra A dərəcə gəlməlidir deyə Y variantı 115-də. 116-da behavior, davranış deməkdir. Davranış təkdədir, sayıla bilən isimdir. Qarşısında mütləq şəkildə artikl olmalıdır. 117-də eyni, resource sözü sayıla bilən isimdir və cümlədə have ever, had ever varsa üstünlük dərəcəsində olmalıdır deyə B variantı doğru cavabdır. Cümlədə yenə have ever, had ever varsa cümlə üstünlük dərəcəsində olmalıdır. D variantı. One of varsa üstünlük dərəcəsində olmalıdır. B variantı. Göstərici variantlara belə baxmadan sadəcə mən onların göstəricilərini əzbər bildiyimə görə testimi düzgün tapa bilirəm. Obstacle maniyə deməkdir. Sonra baxıram, başqa görümlər tapa bilərəm. Bizə deyir ki, sadəcə məsələn trouble çətinlik deməkdir. Yəni bu isimdir. Obstacle maniyədir. Nutrient saxlayıram. Glory, affordable, condensed. Condensed sıxılmış deməkdir. Affordable. Yəni Y variantı daha uyğun gəlir. Nutrient qidalandırıcı deməkdir. Qida. Glory isə şöhrət deməkdir. Yəni isim olduğuna görə götürmürəm. 121-ci sualda veridən sonra A dərəcə gəlməlidir deyə D variantı. 122-dən sonra yenə 122-də adi dərəcə verməliyəm veridən sonra. 123-də have ever bu formada sözlər varsa saxlayıram hələ. Demək, bu mənə kömək eləmədi. This meals taste, bu yemək dadır. Ümumiyyətlə yazı saxlayın ki, biz zərf dərsini keçəcəyik ki, to be, to feel, to become, to stay, to turn, bir də to taste, to look, to smell. Bunlardan sonra zərf yox, sifət işlənməlidir. Bizdə zərf olan bütün variantları çıxırıq. Avtomatik cavab C variantı qalır. Əslində bu zərfin sualıdır. Bunu niyə sifətə gətirib salıblar? Demək, 124-cü sualda to-dan sonra A dərəcə gəlməlidir deyə A, B və Y variantları, B, C, Y variantları çıxır. İkinci tərəfdə isə zən olduğuna görə müqayisə dərəcəsi olacaq. 125-ci sualda party qonaqlıq deməkdir, təkdədir, sayıla bilən isimdir. Qarşısında mütləq şəkildə artikl olmalıdır. Ona görə A variantı çıxır. Deyir, hər şey yaxşı təşkil olunmuşdur. So that was, hər şey yaxşı təşkil olunmuşdursa, ən pis parti, ən maraqsız parti, ən təhlükəli parti, ən fantastik parti olar. 126-cı sualda isə deyir ki, bu kinonun direktoru professional and the film was as. As olduğuna görə A dərəcədə olacaq. Better, more impressive ola bilməz, more dull ola bilməz. Ona görə bu variantları çıxıram. Much professional, very professional and the film was as impressive as excited. Bəli, yəni tərifləyir ancaq kinonu. As-ın ortasında A dərəcə işlənməlidir. 128-ci sualda and var və cümlədə zən var və zən varsa müqayisə dərəcəsində olmalıdır. Məsələn, warmest ola bilməz. Sonra baxıram ki, ümumiyyətlə belə olduğu halda it is, məsələn, most ola bilməz. Most üstünlük dərəcəsini bildirir. Baxıram ki, görüm nə edə bilərəm mən burada. It is warmer and pleasant, more pleasant olmalıydı. Müqayisə dərəcəsinə verməliyəm axı.
Ona görə D variantı uyğun gəlir. İkisini də müqayisəyə atıram. Məsələn, burada da yenə zəm var. İkisini də müqayisə atıram, çıxır gedir də, yəni. One of varsa sifət üstünlük dərəcəsində olmalıdır. Great, greater, more great çıxır. Most great qarşısında birincisi great asecalı sözdür deyə mostun işlənə bilməz. Ona görə o variantı çıxıram. Sonra burada sadəcə bir dənə problem oradadır ki, bu Z artiklı ikisinə də aiddir. Həm greater aiddir, həm də popular aiddir. Yəni o sizi çaşdırmasın. 131-ci sualda isə yenə zəm var. Zəm varsa ikisini də müqayisə dərəcəsini atmalıyam. D variantı. 132-ci sualda girl isimdir, təkdədir. Sayıla bilən isimdir. Qarşısında mütləq şəkildə artikel olmalıdır. Artikel olan variantlar olmayanları çıxıram. Sonra mostdan S bir yerdə işlənə bilməz. Və in my life deyirsə, onda the prettiest Y variantı olmalıdır. Zən olanda müqayisə dərəcəsi olmalıdır. Much more successful uyğun gəlir. Çünki muchdan sonra müqayisə gəlməlidir. E artiklını nəzərən verir. Yəni, axı ondan sonra isim yoxdur. Artikel verim mən orada. Bunlar isə adi dərəcədədir. Götürmürük. Zən varsa müqayisə dərəcəsini bildirir. Müqayisə dərəcəsi də baxıram ki, E artiklı burada yersizdir uşaqlar. Nöqtələrdən sonra isim gəlməyib deyə artikl olan variantı verə bilmərəm. Moredan R bir yerdə işlənə bilməz. Adi dərəcə, üstünlük dərəcə, mənim müqayisə dərəcəsi lazım deyə A variantı doğru cavabdır. 135-ci sualda isə story hekayə deməkdir. Əgər bu hekayə deməkdirsə, hekayə mütləq qarşısına artikl olmalıdır. Və cümlədə də have ever, has ever varsa üstünlük dərəcəsi olacaq. 136-cı sualda isə burada zeyr sözü var. Demiş olar, zeyr yəlik əvəzi idi. Yəlik əvəzliyində my, your, his, her, its, our, your, zeyr. Bunlardan sonra qətiyyən artikl gələ bilməz deyə A variantı. Bunlar hamısı çıxır. Most goodda belə bir şey eşitməmisiz, görməmisiz. Good çünki özü dəyişir də, kökündən dəyişir. O moredan, mostdan falan düzələ bilmir. 37-ci sualda isə zəm var. Zəm varsa müqayisə dərəcəsi olur. Ona görə adilər çıxır. Üstünlük də çıxır, qalır iki variant arasında. E artiklına isim yoxdur axı nöqtələrdən sonra nəyə görə verim? Ona görə Y variantı doğru cavabdır. 138-ci sualda yenə zəm var. Zəm varsa müqayisə dərəcəsi olur və nöqtələrdən sonra isim olmadığına görə D variantını götürə bilmərəm. Amma isim olsaydı D variantını götürərdim. You have tried, this is food. Aha, indi mən baxıram ki, more-la R bir yerdə ola bilməz, çıxdı. Sonra more delicious and false, more delicious, aha. Mostun qabağında Z-si yoxdur. Ona görə A variantda çıxdı. Deyir ki, ümumiyyətlə verirsinizsə, ikisinə də eyni dərəcədə verməlisiniz. Gəlin baxaq, deyir ki, this, what is the most delicious and softest food for you? And the most delicious and the softest food you have tried. Ən dadlı və Z artiklı ikisinə də aid olar. B variantı olar burada. 140-da song mahnı deməkdir. Mahnı sözü isimdir. Qarşısında mütləq artikl olmalıdır. More da better-lə işlənməz. Axı better özü kökündən dəyişibsə, bir sifət bir dəfə dərəcələnər də. Yəni, niyə iki dəfə dərəcələnsin ki? Ona görə uyğun gəlmir. Person təkdə olan isimdir. Yəni, insan deməkdir. İnsandırsa qarşısında mütləq artikl olmalıdır. Ya B ya da Y variantı olacaq. Sifətin üstünlük dərəcəsi də E artiklından işlənə bilməz deyə B variantı doğru cavabdır. Sonra əzin görürsünüz, bir qanadı burada var, bir qanadı da burada. Ona görə C variantını götürəcəm. Amma bir dənə tələsməyək, bir dəqiqə. She is as a writer than as an actress. Burada kimi mənasında verir? Bir dəqiqə. İndi məsələn, mən maçdan sonra müqayisə dərəcəsi verə bilmərəm. Sonra nöqtələrdən sonra isim yoxdur deyə bunu da verə bilmərəm. Burada zəm varsa artıq müqayisə dərəcəsində olacağı B variantı daha uyğun gəlir. 143-cü sualda isə days. Days nə deməkdir? Günlər. Biz bilirik ki, az əsdən sonra isim gələ bilməz. Ən azdan sonra sayılan tək isim gəlməlidir. Demək, 4 ilə 5-i çıxıram. 4 ilə 5-i çıxıram. Cavab avtomatik 2-3 qalır. Yəni C variantı doğru cavabdır.